Mən şəhid olsam, ana, ağlama, başını dik tut. Bu sözlər xüsusi təyinatlı qüvvələrin gizli 22 yaşlı şəhid Kərim Əliyevə məxsusdur. 100-dən çox erməni hərbiçini öldürən qəhrəman şəhidimiz son anda düşmənə əsir düşməsin deyə əlindəki qumbaranı partlatmaqla 10 erməni hərbiçini məhv edir. ای سرور و سالار حرم خانه ابوالفضل امداد ندید مکتب گردان ابوالفضل